Ey iman gətirənlər! Allahdan qorxun. Hər kəs sabahı üçün nə etdiyinə baxsın. Allahdan qorxun. Həqiqətən Allah nə etdiklərinizdən xəbərdardır. Allahı unudan, buna görə də Allahın onları özlərinə unutturduğu kəslər kimi olmayın. Onlar fasiqlərdir. Cəhənnəm əhli ilə cənnət əhli eyni deyirlər. Cənnət əhli uğur qazananlardır. Əgər biz bu Quranı dağa nazil etsəydik, sən onun Allahın qorxusundan boyun əyib parça-parça olduğunu görərdin. Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə fikirləşələr. O, özündən başqa heç bir məbud olmayan, qeybi və aşkarı bilən Allahdır. O, mərhəmətlidir, rəhimlidir. O, özündən başqa heç bir məbud olmayan, hökmran, müqəddəs, pak, haqqı təsdiq edən, hər şeyi müşahidə edən, qüdrətli, qadir, məğrur Allahdır. Allah onların ona şərik qoşduqlarından ucadır. O, xaliq, yoxdan yaradan, surət verən Allahdır. Ən gözəl adlar yalnız ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı onun şəninə təriflər deyir. O, qüdrətlidir, hikmət sahibidir.